Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Hər birinizi salamlayıram. Ümid edirəm hər biriniz yaxşısınız dostlar. Dostlar, Mərdəkandan daha bir evi təqdim edəcəm sizə. İnşallah baxarsınız, bəyənərsiniz və fikir bildirərsiniz dostlar. Bu arada paylaşım edib dəstək olduğunuz üçün hər birinizə təşəkkürümü bildirirəm. Mərdəkanda makaronlu fabrikin arxasında elit bir məhəllədə 7 sot torpaq sahəsində 200 kvadratlıq bir bağı təqdim edəcəm. Yolu qapeşim asfaltlı, su, qaz, işıq daimidir, sənədləri qaydasındadır. Qiyməti 520 min manatdır. İnşallah real müştəriyə endirim olacaq. 5 otaqlı bir evdir. Qısa məlumat verəcəm dostlar. Bağ evinin girişi, jalüz darvaza yanında əl qapısı, girişdən evin görünüşü belə görsənir. Yetərincə böyük yaşıllıq zolağı var. Evin sağından solundan hava işləmək üçün yer var. Orada kombo otağı, boiler falan quraşdırılıb dostlar. Həyətə rahat 6-7 maşın yerləşə bilər. Çox maraqlı bir proyekti var. Həm də çox geniş bir evdir dostlar. Bura böyük filtrli hovuzu gördüyünüz kimi. Yay-qış mətbəxi burada yerləşir. Mətbəxi quraşdırılıb, cam balkonlandı, açılır və bağlanır. Deməli, dəyərli izləyicilər, buranın özünün sanitar qovşağı, hamam otağı ilə bir yerdə var. Bura sanitar qovşağı, hamam otağı bir yerdədir. Evin də sağından solundan hava işləmək üçün yetərincə yer var. Burada təhlükəsizlik üçün pirilla quraşdırılıb, şüşə pirilladır. Manqal mövcuddur, təbii ki. Bura cam balkon olduğu üçün hardan istəsəniz manqala yaxınlaşmaq olar. Qısa olaraq evlə də tanış edeyim sizi. İnşallah 520 min start qiymətdir. Endirim olacaq. Bizim səhifədən gələnlərsə xüsusi bir endirim var. Qısa olaraq evlə də tanış olaq. Evə daxil olduq. Ümumi olaraq issi poldur. Deməli, pol, mətbəx, qonaq otağı, kervaqanat, qalan otaqlar bahalı laminatdır. Girişdən sol tərəfdə qonaq otağı yerləşir. Qonaq otağı yetərincə böyükdür. Ən azı 45-50 kvadrat var. Hündür tavanlıdır, rəng seçimləri yaxşıdır. Pərdə, listur, aksesuarlar hamısı quraşdırılıb. Bu ərazidə 4 fəsil yaşamaq da olar, bağ evi kimi istifadə etmək də olar. Girişdən sağ tərəfdə isə mətbəx yerləşir. Mətbəx mebeli quraşdırılıb. Böyük yüksək pəncərələrdir, həyət açılır. Evin əsas hamam otağı holun baş tərəfində yerləşir. Bura evin əsas hamam otağıdır. Sanitar qovşaqla bir yerdə. Gəlin qısa olaraq yataq otaqlarıyla da tanış edeyim sizə dostlar. Bura birinci yataq otağıdır. Bura ikinci yataq otağıdır. Bu yataq otağı böyük yataq otağıdır dostlar. Bunun daxilində özünün hamam otağı, sanitar qovşaq var. Sonra dəyərli izləyicilər, burada böyük bir yataq otağı yenə var dostlar. Demək, bu yataq otağının daxilində özünün hamam otağı, sanitar qovşaqla bir yerdə və özünün qardırobu var. Qardırob otağı yetərincə genişdir və böyükdür. Sonuncu yataq otağı ilə də tanış edeyim sizi. Buraya isə sonuncu yataq otağı. Deməli dostlar, 5 otaqlı ev Mərdəkanda makaron fabrikinin arxasında 7 sot torpaq sahəsində qiyməti 520 min manat satışa təklif olmuş. Diqqətiniz üçün təşəkkür edirəm. Bizi izləməkdə qalın.